Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhər 6 nömrəli məktəbdə çəkilişdə olub. Şagird və müəllim münasibətləri burada çox yüksək səviyyədə idi. Direktor Lamiyə Həsənzadə ilə söhbətimizdə o qeyd etdi ki, hər bir şagirdə öz övladımız kimi yanaşırıq. Onları övladımız kimi sevməliyik ki, vətənə sevgi dolu, layiqli vətəndaşlar yetişdirə bilək. Müəllim və şagirdlər çox gözəl anlaşırdılar. O qədər gözəl anlaşırdılar ki, bu çəkilişdən böyük zövq aldıq. Müəllimlə söhbətimizdə isə şagird və müəllim münasibətlərinin yüksək səviyyədə olması elə söhbətlərindən bəlli oldu. Müəllim elə bir varlıqdır ki, onun nurunda bütün gənc nəsil böyüyür və şəxsiyyət olaraq formalaşır. Bugün təlim prosesində müəllim-şagird münasibətlərinin düzgün istiqamət alması əsas faktorlardan biridir. Bu münasibətlər şagirdlərlə qarşılıqlı hörmət, yüksək ruh və humanizm prinsiplərinə əsaslanır. Mənə elə gəlir ki, müəllimin empatiyası yüksək olmalıdır. Yəni, o şagirdin qarşılaşdığı hər hansı bir problemli situasiyanı düzgün dəyərləndirməyi bacarmalıdır və həmçinin şagirdlər üçün psixososial mühiti nəzərə almalıdır. Bu məktəbin şagirdlərinin 70% hər il ali məktəblərə qəbul olur. Bu sevginin nəticəsi belə də olmalıdır. Təhsil bizim gələcəyimiz və ən öndə nailiyyətimizdir. Və bu nailiyyət üçün var gücümüzlə çalışmalı, təhsilimizi daim ucalarda tutmalıyıq. Bu təkcə müəllimlərin yox, şagirdlərin və valideynlərin də üzərinə düşür. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhər 22 saylı Körpələr evi uşaq bağçasında çəkdiyimiz görüntülər elə şirin, elə maraqlı idi ki, gözünüzlə görmək daha yaxşıdır. Danışmaqdansa gözünüzlə görsəz daha yaxşıdır. Rəsmlər çəkib şeirlər söylədilər. Şirin şəkər baxışları, söz tutmayan dilləri bir aləm idi. Tərbiyəçi Kəmalə Yarməmmədovanın onlara davranışı çox səbirli və sevgi dolu idi. İlk təhsil bağçadan başlayır. Məhz bunun üçün də təməl önəmlidir. Onlarla davranış çox yüksək səviyyədə idi. 110 yerlik Körpələr evi uşaq bağçası 6 qrup üzrə fəaliyyət göstərir. Bu qruplara tez-tez vətənpərvər mövzusunda məşğələlər keçirilir. Vətəni sevmək bizə bağçadan aşılanır. Azyaşlılarla davranış, onlara qayğı müsbət olarsa, onların gələcəkdə layiqli vətəndaş olmaları da qaçılmazdır. Məhz bunun üçün də tərbiyəçilər bütün güclərini sərf edərək çalışmalıdırlar ki, verilən əmək boşuna getməsin. Azyaşlı uşaqlara biz elə tərbiyə veririk ki, onları tərbiyəsinə məşğul oluruq ki, onlar gələcəyin yaxşı vətəndaşları olsunlar. Vətənimizə, dövlətimizə layiqli vətəndaşlar yetişdiririk. Onları sevgi ilə böyüdürük. Onlara ana qayğısı göstəririk. Cəmilə Nəsir qızı Kamil Quliyev bugün informasiya proqramı üçün.